Bu yay Avropaya səyahət etmək istəyirsinizsə 2 dəfə düşünün. Çünki Avropa hazırda cəhənnəmi yaşayır. Rekord istilərlə bağlı ciddi xəbərdarlıq edilib. Sinoptiklərin proqnozuna görə yaxın illərdə bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşa bilər. Hazırki rekord isə 2021-ci ildə İtaliyanın Siciliya adasında qeydə alınan 48,8 dərəcədir. Ən yüksək temperaturun İspaniya, İtaliya, Yunanistan və Fransada müşahidə olunacağı gözlənilir. Xüsusilə Sevilla, Kordova, Roma və Florensiyada temperaturun tez-tez 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır. Mütəxəssislər Cənubi Avropaya səyahət etməyi planlaşdıranlara hava şəraitini mütləq nəzərə almağı tövsiyə edirlər. Çünki bir çox ölkədə evlər kondisionerlə təchiz olunmayıb və bu da xüsusilə yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün sağlamlıq riskini artırır. Və siz 45-50 dərəcə isti olan ölkəyə yay tətilinə gedərsinizmi? Fikirlərinizi şərhlərdə gözləyirik.